Salam dəyərli izləyicilər, Hökməli Qobu yolunda şəhid plakatından içəri daxil olanda, bax belə bir şəxs evimiz çıxıb satışa. Evimiz hazır yaşayışlıdır. Həyəti də geniş bir həyəti var, gördüyünüz kimi. Həyətini də sizlərə təqdim edirəm. Burada əlavə hamam sanuzeli var. Buradan da bağı var, bu arxada da yeri var. Onu da təqdim edeyim sizlərə. Bax, həyət demək olar ki, bu tikilinin şundan düz bax belə həyətidir. Evin arxasında da böyük yeri var. Evdə dediyim kimi tam şəxsi tikilidir. Evin içərisində sizlərə təqdim edirəm. Bax, burada belə bir letni kuxna yarada bilərsiniz. Yəni eyvan deyim, əlavə bir otaq yarada bilərsiniz. Nə istəsəz burada əmələ gətirmək olar. Koridor sistemli bir evdir. Burada hamam sanuzeli yerləşir. Hamam sanuzelini sizlərə göstəreyim. İşığı yanır. Bura evimizin hamam sanuzelidir. Burası mətbəxdir evimizin. Gördüyünüz kimi bax, bura mətbəx kimi istifadə olunur. Onu da deyim ki, evimiz mansarlıdır. Əlavə yuxarıda kim istəsə, bax bu mansara gedən qapıdır. Əlavə kim istəsə yuxarıda 3 otaqda yarada bilər. Bir dənə zal buradadır. Bir otaq, yataq otağı buradadır evimizin. Bir yataq otağı isə bax buradadır. Yaşayış olduğuna görə çəkmirəm. Demək, evimiz aşağıda 3 otaq, bir kuxnadan ibarətdir. Burada əlavə bir dənə letni həm balkonu var, həm mətbəx eləyə bilərsiniz, həm otaq eləyə bilərsiniz. Buradan da mansardan daxil olunur. Oranın qapısı bağlıdır, onu da göstərmirəm. Yuxarı bütün pol vurulub mansarın. Mansarda əlavə 3 otaq yarada bilərsiniz. Tam şəxsi tikili bir evdir. Qiyməti isə 47.000 manata deyilir. Əlaqə saxlayın, gəlin, inşallah yerində də danışılacaq. Sağ olun, sağlıqla qalın.